Tofiq, biz sənə inanırıq. Sən bunu bacaracaqsan. Plana uyğun işləməlidir. Məşq prosesini yaxından əlbəttə ki, çəkilən böyük əziyyət var. İllərlə bu istiqamətdə MMA sahəsində yoluna davam etdi Tofiq Musayev. İllərlə çəkilən əziyyət və onun bu təşkilatda döyüşməsini Bakı Kristal Arenasında vəziyyət dəyişəcək. Havanı özünüz hiss edəcəksiniz. Onu da qeyd etmək lazımdır ki, UFC artıq Tofiqə çox böyük maraq göstərir. Debüt görüşünə çıxan bir idmançıya bu səviyyədə marağın olması çox sevindiricidir. Yerli publikanın marağı olsun. Ümumiyyətlə Tofiq Musayevin döyüş üslubu onların çox ürəyincədir. Və ən əsas o Tofiqin jesti, o döyüşü saxladı, döyüşmək istədi. O qiymətləndiriləcək. Çox ümidvarıq ki, UFC tərəfindən bu qiymətləndiriləcək. İzləyicilərimiz də elə düşünməsin ki, bir görüşlük müqavilədir. Tofiq Musayev də bu qətiyyən belə deyil, təfərrüatlara varmırıq, amma yəni bu qətiyyən belə deyil. Tofiqi biz UFC-də hələ görəcək, həm də az yox, bir neçə döyüşdə görəcək və bu qarşılaşmadan çox şey asılıdır. Artıq heyecandan çox çətindir burada bir söz demək. Uzun bir yol keçib Tofiq Musayev. Və nəhayət bu yolun elə bir yerindədir ki, qarşılayın. Onun gururlandaydı. Mən həmişə fəxr etmişəm. Bu gün də fəxr edirəm. Mən Azərbaycanlıyam. Ulu öndərimiz Heydər Əliyevin "Mən fəxr edirəm ki, Azərbaycanlıyam" sözləri ilə oktagona yaxınlaşır. Tofiq Musayev Azərbaycan bayrağı ilə başlarıyla görüşür. Yəni, mən bilirəm ki, İbrahim Məmmədəliyev də hazırda gedib uğurlar arzulamaq istəyərdi ona. Çünki bu komandanın daha bir üzvü də hazırda bizim ekspertimiz, mənim yanında oturan İbrahim Məmmədəliyevdir. Amma üzr deyilsə belə İbrahim, sən buradan mənə kömək etməlisən. Çünki Tofiq Musayevlə bağlı hər şeyin dərinliyini sən daha yaxşı bilirsən. Ona görə də səbirsizliklə sadəcə gözləyirik. Dualarımız səninlədir Tofiq. Sənə çox inanırıq. İnan ki, sənə inanılmaz etimadımız var, güvənimiz var. Qələbənə çox inanırıq. Sən bu qələbəyə çox layiqsən. Özünü sübut elə, hər kəsi sevindir. Bunu səbirsizliklə gözləyirik. İdmançılar arasında 8 yaş fərq var. Bıktыбek Oralbay daha gəncdir. Amma bu heç kəsi çaşdırmasın. Tofiq Musayev hazırda əla formadadır. Yaşına uyğun olmayan hatta bir yerden formada ama yaşının tecrübesi söz yerinde. Bruce Buffer. UFC catch weight of 165 pounds. And now, introducing first, fighting out of the blue corner, a mixed martial artist holding a professional record, 13 wins, 2 losses, 1 draw. He stands, weighing in at 163 and 1/2 pounds. Nəhayət bu günü gördük. Hakimlər təqdim olunur. Rich Mitchell bu görüşün hakimidir. Təcrübəli reperi. İlk round Tofiq ki görünür. Yaxşı Tofiq, əla. Aralar, va belə. Əla. Yaxşı, setkadan çəkil. Çıxmaq lazımdır, va belə yanlara. Çıxa bildi o vəziyyətdən. Parterdə də ama Tofiq burada vəziyyəti nəzarətə götürmək istəyir, çıxmağa çalışır. Bundan çıxmaq
lazımdır, əlbəttə ki, Dizini düzdür. çıxartmalıdır, sağ dizini çıxartmalıdır Tofiq. Bəli, baxırıq ki, sağ əli ilə rəqibin sol ayağını detirilməz dizini çıxartmaq üçün buna çalışır. Və rəqibin boğazını götürə bilər. Tofiq çox əla hazırlaşmışdı bu görüşə. Çox əla hazırlıq prosesi keçmişdi. Heyif qismət olmadı bu dəfə qələbə. Bəli, bu son deyil. Bu son deyil. Yoluna davam edəcək Tofiq Musayev. Tofiq Musayevin bu qarşılaşmada sadəcə insan ona heyfslənir ki, onun nəyə qadir olduğunu hər birimiz çox gözəl bilirik. Amma buna imkan olmadı. Buna şərait olmadı ki, göstərsin. Bu cür əla motivasiyayla gəlmişdi, hər şey əla gedirdi. Hər birimiz çox məyusuz. Ümumiyyətlə, arenada olan hər kəs çox məyusdur. Tural Rəhimovla Heydər Məmmədəliyev ona dəstək verirlər. Tofiqin çəkdiklərini təsəvvür belə etmək istəmirəm. Hazırda nə vəziyyətdə olduğunu demək belə istəmirəm. Ən azından mən hazırda şərhdə mənə yardım edir. Amma bugün alınmadı. Bugün alınmadı. Ladies and gentlemen, referee Rich Mitchell has called a stop to this contest at 4 minutes, 35 seconds of the very first round. Əmrüz Batır Declaring the qalib winner elan edir. by submission, Mıqtıbek Yulo Oralbay Kimura. Tofiq Musayevi məğlub Məğlub edir. Ağırdıcı fərqlə mənim yerlimizə qalib gəlir Qırğızıstanlı idmançı. I'm here with the winner. Mıqtıbek Oralbay.